Əbdülrəhim bəy Haqqıverdiyevin bomba əsərinin qəhrəmanı Kərbalay Zalay doğru fikirdir. Xalqın mənafeyini düşündüyü üçün vəzifədən çıxmaq istəmir. Xeyr, o xalqın mənafeyini düşünmürdü. Bu səhvdir. Verdiyi əsassız məlumat onun vəzifədən azad edilməsinə səbəb olur. Doğrudur. Çünki səhv bir məlumat vermişdi ki, araşdırmadan, yoxlamadan demişdi ki, Usta Feyzullah güya evinə o çuvallar daşıyır və şübhəlidir. Hadisələrin gedişində çuvallardakının qarpız olduğunu anlasa da səsini çıxarmır. Çuvaldakının qarpız olduğunu bilmirdi. O qışqırırdı ki, bomba, dirvot bomba. Arvadının məsləhəti ilə Usta Feyzullah'ı şərləmək qərarına gəlir. Xeyr, arvadının burada məsləhəti yox idi. Arvadı ona başqa məsləhət vermişdi ki, bəs get bir dükkan aç. Geniş dünya görüşə malik, ədalətli insan olsa da avamdır. Xeyr, məhdud dünya görüşə malikdir.